Selamlar deyirəm bizimlə olan hamıya. Bugün yanımızda Rüqəyyə xanım Kəbiri vardı. Xoylu yazıcı bizimlə olacaqdı. Rüqəyyə Kəbirinin adı yazıcılıqla yanaşı qadın hüquqları, çevrə məsələləri, ana dili və digər mövzulara da səslənir. Əslində baxsaq, o ana dilində yazan başqa Azərbaycanlılarla eyni taleyi bölüşür. Başqa dildə təhsil alıb, ilk yaradıcılığını fars dilində gerçəkləşdirib. Lakin daha sonra öz ana dilinə geri qayıdı. Rüqəyyə Kəbirinin son illərdə Azərbaycan türkcəsində profesional yazı kimi fəaliyyət göstərir və onun yaradıcılığı artıq ölkə sərhədlərini də aşıbdır. Əsərlərinin bəziləri farscaya və bəziləri Türkiyə türkcəsinə də tərcümə edilib. O, hazırda Ətək Yazının qonağıdır. Rüqəyyə xanım, xoş gəlibsiniz. Və mən birinci sualımla sizinlə başlamaq istəyirəm. Daha əvvəl də dediyim kimi, biz Rüqəyyə Kəbirini sadəcə kitabxanasına qapanan bir yazıcı kimi yox, bəlkə sosial məsələlərdə də davamlı aktiv bir şəxs kimi görürük. Buna çevrə məsələləri, təbii fəlakətlər, qadın hüquqları, ana dili və digər sosial məsələlər nümunə göstərmək olar. Rüqəyyə xanım, sizcə bu kimi fəaliyyətlərlə profesional yazıcılıq arasında nə kimi bağlar var? Və ya əsasən yazıcılığı necə tərif edirsiniz? Türkan xanım, məncə yazıcı izolə yaşamır. Özü də əsərlərdə yaşadığı mühitdən təsir alır. Və hər kəs kimi haqsızlıqların törətdiyi sorunlara məruz qalır. Məsələn, Urmu gölünün qurumasının təbəatı Azərbaycan toplumunun hamısına şamil olur. Ya Təbrizdə mazot yandırmaq sayəsində bütün hava kirlənir və bu kirli havadan həm çevrə aktivisti nəfəs alır, həm də dövlətin ən yuxarı məqamında işləyən işçi həmin bu havadan nəfəs alır. Ona görə şəxsən yazıçılığı ilə sosial məsələlərlə, yazıçılığı ilə sosial məsələlərə toxunmaq arasında bir məsafə görmürəm. Bizim sosial sorunlarımız həyatımıza hörülür. Yəni bundan qaçmaq olmaz. Bunu ədəbiyyatdan da ayırmaq olmaz. Mənim inandığım yazıçılıq şivəsində dil, çevrə mühit, qadın hüquqları, onun kimi məsələlərə toxunmaq çox normal bir işdir. Ancaq sistem hələ də bunun kimi haqlara normal bir məsələ kimi yanaşa bilmir. Bu səbəbdən də bizim ölkədə sosial məsələləri görməzdən gələn yazıçımızın sayısı az deyil deyə bilərəm. Ancaq otağa qapanmağı siz işarə elədiniz. Mən bu haqda bir təcrübəmi paylaşım sizə. 10 il bundan öncə, 1392-ci il idi. Neçə aydı mən işdən təqaüd olmuşdum. Quşlar daha qorxmurlar romanımın tərhini yazmışdım və biraz o romandan yazmışdım. Amma roman yaxşı qabağa getmirdi. Romanın tərhində Nilfəri ilə Nərcizi Xəzər qırağında bir-biri ilə tanışdırmışdım və roman oradan başlandı. Ancaq mən Xəzər fəzasını yaratmaqda çox çətinlik çəkirdim. Yəni zehnimdə o təsvirləri yarada bilmirdim ki, kitabda da o fəzanı yaradım. Ağlıma gəldi, gedim Xəzər sahilinə, orada o fəzanı yaşayım və algıladığımı, hiss elətdiyimi də romanda həyata keçirdim. Və belə qərara gəldim ki, 2-3 həftə evin qalmaqalından uzaq gedim Xəzər qırağına, romanımı yazım. Amma ora getmək mənə həm çox faydalı oldu, romanıma faydalı oldu. Amma özümə çox sıxıntılı idi. Evdə getməmişdim, evdə dedim ki, mən gedirəm Xəzər qırağında romanımı yazam. Dedilər, xarici yazıçıların ədasını çıxartma. Bura xarici deyil. Bir dənə tək başına qadın gedə dəniz qırağında roman yazar. Buna deyərlər qarqa çəhli kimi yeriyir. Ancaq mən nə qarqaydım, nə çəhli. Öz yolumu getməyə çalışırdım və Xəzər qırağına getməyə də ağlıma taxmışdım.
Bütün bu çətinliklərə baxmayaraq mən bir tanış ailə ilə danışdım ki, Astarada villaları var idi. Ancaq olan villaları dənizdən çox uzaqdaydı. Onlarla birlikdə getdim Astaraya. Bu ailə ilə yaşlı ağa xanım idilər. Getdik Xəzər qırağına. Pəncərəsi dənizə baxan bir otağı oteldə kirayə elədim. Bunlar getdilər öz villalarına, mən qaldım oteldə. Ancaq bu ağa xanım gündə bir qablama yeməklə gəlirdilər nahar çağı otelə, naharı mənlə yeyirdilər, 1-2 saat oturub qeydirdilər villalarına. Otel sahibi bir xanım müəllim idi. Səhərlər mədrəsəyə gedirdi, uşaqlarımıza dərs verirdi. Yəni uşaqların o gələcəyi bu müəllimlərin əli ilə təyin olur deyə bilərəm bir qismi. Bu xanım birinci gündən son günə kimi mənə şübhə ilə yanaşdı. Yəni bu şübhəli yanaşmağı bir dənə ev xanımı olaydı, ya ictimai fəaliyyətləri olmayan bir xanım olsaydı adlı gələrdi. Ancaq bu xanım həm müəllim idi, həm nahardan sonra gəlirdi otelini idarə eləyirdi. Əslən başa düşmürdü, ya qəbul eləyə bilmirdi ki, bir qadın roman yazmağa görə Təbrizdən durub gəlsin Astaraya və oteldə bir otaq tutsun. Sahilə çıxırdım, qədəm vurmağa pəncərədən məni güdürdü. Mən olmayanda otaqda girirdilər otağa, əşyalarımı əlləşdirirdilər. Ya hərdən bir elə nağafil gəlirdi otağa, məni danışığa tuturdu, romanımdan soruşurdu, niyə yazırsan bu romanı, adam evində də oturar yazar. Yəni bu xanım mənə o baxışları, o ruhu rəvanıma o qədər pis təsir elədi ki, mən 3 həftə qalmağa getmişdim. Bir həftə çəkməmiş qeytdim evə. Ancaq o bir həftədə o fəzanı aldım və çalışdım ki, romanda istədiyim fəzanı yarada bilim. Bu macəranı deməkdən məqsədim budur ki, yazısı otağına qapansa da, mühit təsiratından kənar qala bilməz. İstər-istəməz sosial sorunlara məruz qalır. Ələlxüsus ki, bu yazısı qadın olsun, sıxıntılar neçə qat olur. Yəni, mənə elə gəlir ki, mənim yerimə bir kişi yazısı gedib bir otel otağında qalsaydı, onu çox adlı qarşılardılar və çox rahat şəraiti ona fərahəm elədilər ki, əsərini o oturub o oteldə yazsın. O yüzden mən fikir edirəm ki, sosial sorunlar yazıcının həyatından uzaq deyil. Teşekkür ederim bu xatirəni də bizimlə paylaşdığınız üçün. Oradakı məncə moqiyyəti çox gözəl göstərir ki, hətta bəzən qadınlar belə o birisi qadınları dəstəkləmir təəssüflə. Rüqeyyə xanım bir Azərbaycanlı şair deyirdi ki, Güneydə türkcə yazmaq yalnızlaşmaq deməkdir. Öz dilində yazdıqca daha da çox təkləşib tənhalaşırsan. Bu həm də İran-Azərbaycan dilində yaradıcılığı çətinliklərinə bir işarədir. Yazmaq mərhələsindən tut oxumasına qədər. Siz bu sözlə razı mısınız? Yoxsa türkcə daha çox imkanlar dilidir? Bu haqda bizə danışın lütfən və keçən illərinizə dönüb baxanda nə görürsünüz? Yordakı maneələr nələrdir? Türkan xanım, məncə ana dili yazmağın özünə görə çətinlikləri var. Az da deyir, çox-çoxdur. Ancaq ana dili məni yalnızlığa süründürmədi. Mən ana dilimdə yazırkən yazıçılıq qabiliyyətlərimi kəşf etməyə başladım. Və daha çox ciddi yazmağa başladım ana dili ilə. Ana dili məni daha artıq topluma yaxınlaşdırdı. Yəni ana dilini yazmağa başlayınca elə bir mənə yeni bir qapı açıldı. Ancaq bu şairin qəsd etdiyi yalnızlığa mən başqa bir bucaqdan da baxımda. Biz Azərbaycan türkcəsində sistematik təhsil almırıq. Və ona görə də bizdə yazıcı sayısı ilə oxucu sayısı çox azdır. Rəqabət meydanı çox darız qaldı. Hətta deyə bilərəm ki, rəqabət meydanı yoxdur. Əsərlərimiz ümumiyyətlə Azərbaycanlı ziyalı və dil qayğısı olan şəxslərin tərəfindən oxunulur.
Hətta çox vaxt dil qayğısı olan şəxslər belə əsərlərimizi oxunmur. Məsələn, bu sözümün isbatında sizə bir misal verirəm. Bizdə hər oyunda ana dilini mütalibə edib, ana dilində yazılmış əsərləri oxumayan böyük bir traktor həvadar sayısı var. Yəni, bu əcibə bir paradoksdur məncə. Hər oyunda Türk dilində mədrəsə olmalıdır, hər kəsə şüarı verilən şəxslər ana dilini oxumayanlar. Ancaq bunun önəmli səbəbləri var. Ən önəmli səbəbi də biri sistematik təhsilin olmamazlığıdır. Yəni, ana dilinin oxunmağını çətinləşdirir xalqa. Bir ayrı məsələyə də işarə edeyim bu yalnızlıqla bağlı. Bizim ölkədə Türkçə yazan yazıçılara sistem tərəfindən ikili bir standartla yanaşılır. Yəni, farslar demişkən, geç bamudu hava mistarqıdır belə yanaşma. Sosial məsələlərə intiqadi yanaşıb, aktiv olan müstəqil ədəbiyyatçılara sistem tərəfindən pan-türk, təciyə tələb, hoviyyət tələb kimi etiketlər vurulur. Halbuki bu etiket bütün Türkçə yazan ədəbiyyatçılara şamil olunur. Məncə, ikili standartla yanaşmaq da ərfəni intiqadi yanaşan yazıçılara əmələn məhdudlaşdırır. Bunları yalnızlığa süründürməyə çalışır. O yüzden mən fikirləmirəm ana dilində yazmaq yalnızlıqla bərabər olsun. İctimai şəraitə görə, hakim olan vəziyyətə görədir ki, yazıcı özünü təhliyə, yalnızlığa tərəf süründürür. Məndə bu cür deyil. Mən topluma daha yaxınlaşmışam və ana dilimin imkanlarından da istifadə edib çalışıram. O irtibatlarımı günü-gündən bu toplumda xalqla çoxaldım. Mən bir balaca yazılar yazıram, ayaqüstü yazılar. Bu yazılar ictimai dəqiqələrimdir. Taksidə, xiyabanda, göy alanda, çörək alanda, yəni hər bir harda olursa mobilimi çıxadıb orada not alaram bu dəqiqələrimdən. Və fikirləmirəm, yəni mən, hətta gəl bu yalnızlıq mənə şamil olmur. Teşekkür ederim. Biz de sevinirik ki bu təklik, yalnızlıq sizə geçerli değil. Rüqeyyə xanım, Güneydə çap olan kitablar təəssüflə redaktə olunmur. Roman da başqa kitablar kimi redaktə olunmur. Sizdə bu müşkül redaktorun olmamasına bağlıdır, yəni edit olmamasına bağlıdır, yoxsa Güneydə olan yazıcılar və ya naşirlərin nəşr kültürünə mi bağlıdır? Redaktə olmamış kitab eyni elə bir pərdəxtə olmamış fərşidir. Siz buyurduğunuz kimi bizim kitablarımız doğru düzgün redaktə olmur. Mən şəxsən kitablarımı verirəm redaktə ilə, amma peşəkar redaktorumuz yoxdur bizim. Yəni o redaktə olub olmamağı da çox fərq eləmir. Yəni bu yazılarda. Bunun da səbəbi keçən suallarda qeyd etdiyim kimi redaktə məsələsi də təhsil, fərhəngistan və dil qurumlarının olmamağı ilə müstəqim irtibatı var. Yəni bildiyim qədər Azərbaycan naşirlərinin özlərinə məxsus da redaktorları yoxdur. Fərhəngistan və dil qurumu olsaydı, onun davamında bizim də peşəkar redaktorumuz ərsəyə gələ bilərdi. Ancaq yəni iş kökdən xarabdır. Əgər Fərhəngistan olsaydı, əgər dil qurumları olsaydı, bizim peşəkar redaktorlarımız da ərsəyə gəlsəydi, o zaman naşirlər də kitab bazarında rəqabət etmək üçün redaktə məsələsini ciddiyə ala bilərdilər. Bizim kitabların redaktə olmamağının səbəbi əsli məsələdir. Dil qurumumuz yoxdur, Fərhəngistanımız yoxdur, öz dilimizdə dərs oxumuruq və redaktə tərbiyyət olmur.
deyə bilərəm. Bəli, xop, bizim əksimizə dünyanın bir çox yerində əsərləri bir yox, iki yox, üç redaktörün əlinin altından keçib oxucunun əlinə çatır. Bizim də əsərlərimiz bəlkə Markezin, Margaret Atwoodun, Yusanın, Fuentesin redaktorlarının əlinin altından keçsəydi, bəlkə bizim əsərlərimiz də Markezin, Margaret Atwoodun, Yusanın, Fuentesin redaktorlarının əlinin altından keçsəydi, dünya səviyyəsində tanınmış bir əsərlər ola bilərdi deyə düşünürəm. Bəli, xop, ümumiyyətlə Azərbaycan naşirləri texnoloji və zamanla ayaqlaşa bilmirlər. Qeyri-əzu bizim əsli məsələmiz, dil məsələmiz və dil qurumlarının məsələsi. Azərbaycan naşirləri 40-30 il bundan öncə dayandığı yerdə dayanıblar. Bir-iki naşiri kənar qoyasan, bəqiyə naşirlər hətta çap etdikləri kitabları tanıtdırmaqda belə heç rolları yoxdur. Yəni, müəllif kitabı aparır, naşir onu çap edir, ya özü pəxş edmağın boynuna alır, ya da verir müəllifin əlinə, yəni da iş tamam oldu. Bizim çap məsələmizdə də çox böyük müşkillər var ki, qeyd etdiyim kimi, əsası yenə bizim sistematik təhsil almamağımızdır səbəbi. Təşəkkür edirəm Rüqeyyə xanım. Mən də sizə qatılıram. Yəni redaktör olandan sonra əslində o əsərin istər yazı olsun, məqalə, kitab olsun, onun kalitəsi gedir yuxarı. Bilirsiniz, Türkan xanım, mən Margaret Atwoodun yazıçılıq klaslarını almışam. Yəni, onun şivə yazısını söydüğüm bir, deyə biləm, yazısıdır Atwood. Çox da hörmətlə yanaşıram biləsinə, xüsusən o bir kitabı var, Nədimə kitabı mənə çox təsir eləyibdir, onun fəzası. Atwood özü deyir ki, 3 dənə redaktorum var. Mənim, yəni, əsərlərimi 3 nəfər redaktə edir. Yəni, bu baxır, verir o birisinə, hərəsi indi bir hozədə. Bizdə heç zat yoxdur, yəni hər şey müəllifin öhdəsinə düşür. Yazmaq, tayp eləmək. Hala, məsələn, mən vəziyyətim biraz fərq eləyir. Mən taypı başarım, çox sürətlə tayp elərəm yazılarımı, özüm yazaram. Bəzi mən yaşda yazıcılar var ki, kağıza yazırlar, sonra verirlər, eşitə tayp elətdirirlər. Yəni, bu da bir sorundur. Bizim yazıcılarımız da, naşirlərimiz də texnoloji ilə ayaqlaşa bilməyiblər. Düzdür, yəni sizin dediyiniz təkin o sosial məsələlərdən də yazıcılar qaça bilmirlər. Yəni onların əsərlərində də, həyatlarında da təsirləri olur. Rüqeyyə xanım, Azərbaycanda çox danışılan mövzulardan biri Azərbaycan türkcəsində yazılan əsərlərin təəssüflə dünya mətbuatının diqqətindən kənara qalmasıdır. Sizcə bunun səbəbləri nələrdir? Azərbaycan türkcəsində yazılan əsərlər xüsusilə Avropa dillərinə niyə tərcümə edilmir, niyə orada yayılmır? Türkan xanım, Azərbaycan türkcəsi ilə yazılan əsərlər bir an öncə qeyd etdiyim sorunlara görə ölkənin içində yetərincə diqqətə alınmır. Hala qalsın Avropa. Yəni, bu ölkədə yaşadığımız fərqli etniklər var. Yəni, bu fərqli etniklərə baxmayaraq, bir çox sayda Azərbaycanlı, mən özümüzü nəzərdə tuturam, çox sayda Azərbaycanlı olaraq, yəni bunların dilləri diqqətə alınmır, əsərləri də diqqətə alınmır. Farsi dil və ədəbiyyat hər zaman sistem tərəfindən ön plandadır. Məsələn, Qolçaq filmi eşitdiyimizə görə, yazdıqlara görə, ətək yazıda farsi dili yazıldığına görə çəkmələrdən silinir. Yaxşı, yəni bizim bu intizarımız var. Avropada bizim əsərlərimiz diqqətə alınsın, görünsün. Hala Avropa heç. Bizim türkcə yaratdığımız əsərlər birilərinin himməti və çalışması olmadan bu qonşumuz Türkiyədə
ya Azərbaycanda diqqətə alınmaq şansı varmı? Yəni biriləri bunları tanıtdırmalıdır o ölkələrdə. Qonşumuz Türkiyədə İran ədəbiyyatı dediyində məqsədləri fars ədəbiyyatı. Təbriz adı gəlincə Şəhriyardır. Yəni orada Azərbaycan ədəbiyyatı tanınmır. Yəni fikirlər biz Şəhriyarda dayanmışıq. Ancaq biz Şəhriyarda dayanmamışıq. Bizim ədəbiyyatımız günü-gündən gəlişmədədir, nəsrimiz. Nəsrlərimizin sayısı çoxalır, romanlarımızın sayısı çoxalır. Türkiyə naşirləri dünyanın başqa yerlərindəki kimi İran ədəbiyyatı deyəndə fars ədəbiyyatı qəsd edirlər. Yəni bu çox üzücüdür. Bu böyük cəmiyyəti ədəbiyyatsız bir cəmiyyət görürlər. Hala bu filmdə filan da biraz fərq eləyir. Məsələ filmlər Türkiyəyə ayaq açıb, cəsbarələrə ayaq açıb. Amma ədəbi əsərlərimiz, romanlarımız, hekayələrimiz oralara ayağı çatmır ki, çatsa da çox çətin. Çox çətin bir vəziyyətdədir. Məncə bizim dilimiz rəsmi olmayınca, rəsmi təhsilimiz olmayınca, dilimizlə bağlı rəsmi qurumlarımız olmayınca, qonşu ölkələr də siyasi nədənlərə görə bizim əsərlərimizi rəsmiyyətə tanımayacaqlar. Çünki Orta Doğunun bütün ölkələrində fərhəngi fəaliyyətlər siyasi qərarların təsirinin altında qalır. O yüzden əsərlərimizi tanıtdırmaq üçün Azərbaycan diasporasının boynuna böyük məsuliyyət düşür məncə. Azərbaycan diasporası yaşadığı ölkələrdə Azərbaycan ədəbiyyatı ilə bağlı ən azı əsərlərin haqqında tanıtım yazıb mətbuata göndərməlidir. Əgər təxəssüslərində var, əsərləri tərcümə etməlidirlər. Yoxdur, mali himayətlərlə, sponsor olmaqla əsərləri tərcümə elətdirib naşirlərə tanıtdırmalıdırlar. Və əgər bunlar olsa, bəlkə bizim əsərlərimizin də ayağı dünya mətbuatına çata bilər deyə düşünürəm. Mən də sizə qatılıram. Özellikle film məsələsinə toxunduğunuz üçün və bir ədəbiyyatçı olaraq sizdən soruşmaq istəyirəm ki, son zamanlarda Güneydə çox keyfiyyətli filmlər işıq üzünə gəlir. Senari və nümayişnamə sahəsində Güneyi necə dəyərləndirirsiniz? Qeyd etdiyim kimi bütün çətinliklərə baxmayaraq, nəsr ədəbiyyatının günü-gündən gəlişməsinə umudlu olduğum kimi, mən Azərbaycanın müstəqil və bədii sinemasının gəlişməsinə də inanıram. Bu son illərdə uzun və qısa metrajlı Ev, Qolçaq, Atabay, Kömür, Qocalar Ölməz, Duman, Dəri, Heyvan, Ağac, Dələn, Dil və bunun kimi filmlər bizi Azərbaycanın müstəqil sinemasının gəlişməsini daha artıq umudlandırır. Hətta Azərbaycanın bəlgesel sineması da bədii sineması ilə yanaşı gəlişməkdədir. Məsələn, o cümlədən Əkizlər, Adım, Noruznamə və bir neçə xarici festivallara yol tapan bəlgesəlləri ad aparmaq olar. Teatr sahəsinə gəlincə, son illərdə türkü dilində görkəmli tərcümə və təlifi əsər Təbrizin teatr səhnəsində nümayiş olunub. Ancaq dünyanın ayrı yerləri kimi özəl olaraq Azərbaycan türkcəsində peşəkar türkcə senaryo və ya nümayişnamə yazarı yox anlamındadır. Çox olsa da çox azdır. Ümumiyyətlə Azərbaycanın sinema və teatrında rejissor ilə müəllif bir şəxsidir. Filmlərə baxasınız, müəllif ilə rejissor bir adı daşıyır. Yəni ya burada müəllif rejissorların hamısının yazıçılıq qabiliyyəti var, ya da ki iqtibas olunur əsərlərdən. Yəni hər hansı bir əsərdən iqtibas olunsa da onun o əsəri qeyd etməsi, yazılması, titrajlarda yazılması, sinemanın, o filmlərin titrajında yazılması
qalıbdır rejissorun hərfəyə əxlaqına. Yəni bir cümlədə desəm, deyə bilərəm ki, dünyanın başqa yerləri kimi Azərbaycan ədəbiyyatı ilə sinema və sinema teatr arasında rəsmi bir işbirliyi yoxdur. Olsa da çox azdır. Bu yüzden bizim orada böyük bir aksaqlığımız var. Yəni mən oxuduğum qədər, bildiyim qədər dünyanın başqa yerlərində nümayişnamə yazan var, senaryo yazan var. Amma bizdə ödür o təxəssüsü halətdə peşəkar bir bu hövzələrdə yazıcımız yoxdur. Olsa da mən tanımıram. Başa düşdüm. Bürgəyi xanım, keçən dəfə Mehriqan Ədəbiyyat Təşkilatında mükafat və ya ödül qazanıbsınız və bir yazıcı kimi romanınızı tanıtdırmaq üçün sizə vaxt verilibdi. Lakin siz onun əvəzinə öz ana dilinizdə yaradıcılığın vacibliyi haqqında danışıbsınız. Həm də öz doğma ana dilinizdə. Sizcə ana dilində yaradıcılıq nə dərəcədə vacibdir? Niyə? Mən başda sizin son sualınıza cavab vereyim. Mənə qalsa ana dilində yaradıcılıq mənə qalsa ana dilində yaradıcılıq yeyib içmək kimi vacibdir. Yəni ana dilində yazmaq bizə özgüvənlik bağışlayır. Qabiliyyətlərimizi kəşf etməyin yolu məncə ana dilindən keçir. Bu mənim baxışımdır. Şayət başqaları ayrı bir cür baxırlar ana dilinə. Ancaq Mehriqanə ədəbə gəlincə, Mehriqan Ədəb Dəbirxanası İranın neçə milliyyətli bir ölkə olduğuna inandığı üçün könüllü olaraq mən və ərəb yazıcıya ana dilində danışmaq imkanı yaratdı. Mənsə həm ödülü alırkən, həm də sonra romanımı tanıtmaq üçün mənə verilən zamanda tərcih verdim Mehriqanın tribunundan ana dilimizdə yaradıcılığın zərurətindən danışım. Çünki mənim nəzərimə, mənim fikrimcə ana dilimiz mənim üçün romanımdan daha önəmlidir. Və romanım eşikdə var, göylü olan da oxuya bilər. Ancaq zərurəti var idi mən orada ana dilimizin yaradıcılığı haqqında danışım. Əlbəttə mən bu mütalibəni hər zaman deyirəm. Yalnız Mehriqan ödülünə məxsus deyildi bu mütalibə. Hətta sonraki müsahibələrimdə də ana dillərinə bərabər fürsət verilməyin zərurətindən danışmışam. Bu yəni mənim ana dilində yazdığımdan bəri və son illərdə inandığım məsələdir. Sonraki müsahibələrimdə də ana dillərinə bərabər fürsət verilməyinin zərurətindən danışmışam. Yəni mən bu son illərdə bu nəticəyə çatmışam. Başda ana dilini yazmaqla ana dilində yazmaqla başladığımda addım-addım gəlib bu zərurətə çatmışam deyə bilərəm. Bürgəyi xanım, bir də axır Türkiyə səfərinizdə 5-ci Türk Dünyası Yazarlar Qurultayında Türk dili ölkələr arasında Türkiyə türkcəsinin əlaqə və irtibat dili kimi istifadəsinə müsbət baxıbsınız. Bu qərara necə gəldiniz? Başda deyim ki, mən bu qurultaya hər hansı bir qurumun tərəfindən yox, yəni bir dənə müstəqil yazıcı olaraq bu qurultaya dəvət olmuşdum. Türk dilli ölkələrin arasında irtibatı asanlaşdırmaq üçün bu qurultayda bir dənə miyancı dil, ya irtibat dili kimi seçmək qərarı aldılar. Yəni qurultaya dəvət olanların hamısı, yəni Türk ölkələrindən gələn fərhənci nümayəndələr Türkiyə türkcəsi ilə razılaşdılar. Ancaq sadəcə razılaşdılar, fikirlərini söylədilər. Bu haqda son qərarı dövlətləri verməli olacaq.
Bunun kimi qurultaylarda bəzi türk dilli ölkələrin danışıqlarına dilmanc lazımdır. Məsələn, Qazaq ya Qırğız bir yazısı ilə əlaqə qurmaq ya danışmaq asan olmur. Və Türkiyə türkcəsi irtibat dili olunca bu sorun ortadan qaldırılır. Mənə görə bu təklif çox da ağıllı bir təklif idi. Çünki türk dilli ölkələrin içində Türkiyənin zəncir bir kitabxanası var. Tərcümə sahəsində Türkiyə öncüldür. Terminləri türkləşdirməkdə başqa türk dilli ölkələrdən, hətta Azərbaycan Cumhuriyyətindən belə çox öndədir. Məncə biz bunu da artırım ki, mən dil otoritəsinə qarşıyam, hər hansı dil olur olsun. Yəni, hətta Türkiyə türkcəsi, o birisi dillərə otoritəsi ola. Buna müsbət baxmıram bu məsələyə. Türkiyə türkcəsini həm iletişim dili və həm də imkanlarından istifadə eləmək üçün mən müsbət baxıram. Məncə biz Azərbaycan türkcəsini qorumaqla yanaşı Türkiyənin törətdiyi terminlərdən faydalanmalıyıq. Dünya əsərləri ilə ayıqlaşmaq üçün Türkiyənin zəngin kitabxanasından vaz keçməməliyik deyə düşünürəm. Və bizim burada hər hansı bir dil qurumumuz olmadığına görə mən bir müstəqil yazıçı kimi bu qurultaya dəvət olmuşdum. Bizim hər hansı bir rəsmi dil qurumumuz olmadığına görə mən müstəqil bir yazıçı kimi qurultaya dəvət olunmuşdum və bu haqda da yalnız öz şəxsi düşüncəmi söylədim. Heç kimin tərəfindən danışmadım. Yəni, orada danışdıqlarım sadəcə öz fikrim idi və öz tərəfimdən danışa bildim. Rüqəyyə xanım, bizə çox vaxt ayırıbsınız, amma mən sizdən bir sual daha soruşacağam. O da bir yazıcı kimi gələcəyi xüsusilə İranda olan Azərbaycan türkcəsinin yaradıcılığını necə görürsünüz? Gələcək bizi haraya aparacaq? Bunu demək çətindir, amma bütün çətinliklərə baxmayaraq, dediyim kimi Azərbaycan türkcəsində yaradılan ədəbi və incəsənət əsərlərinin sayısı və keyfiyyəti gün-gündən artır. Ancaq ədəbiyyat, sinema və musiqi əsərləri məncə yetərli deyil. Biz öz dilimizdə elmi, fəlsəfi, tarixi və bütün sahələrdə əsərlər yaratmalıyıq. Əgər istəsək bu dil qalar qola. Və bu əsərlərin yaradılması da birbaşa Azərbaycan türkcəsində sistematik şəkildə təhsil almağa bağlıdır. Hətta bu məsələ anayasada qeyd olsa da, bu an göründüyünə görə İranda etniklərin ana dillərində təhsil almaq imkanı yox kimidir. Və yalnız məclis, şura və onun kimi seçkilərdə ana dili təbliğatı bir əbzar kimi mətrəh olunur. Seçkilər başa çatandan sonra verilən vədələr də unudulur. Urmu gölü unudulduğu kimi, çevrə mühit məsələləri unudulduğu kimi, iqtisadi sorunlar unudulduğu kimi, ana dili də unudulur. Yəni, bu vəziyyət ilə hal-hazırda incəsənət ilə ədəbiyyatın gəlişməsinə umudlu olsam da, başqa sahələrdə yaradıcılığa heç bir umudum yoxdur deyə bilərəm. Rüqəyyə xanım, mən sizə öz adıma və Ətək Yazı adına dərindən çox təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Yəni, özəlliklə gənc qızlar və qadınlar üçün sizin kimi bir lider baxıb örnək ala biləcəyimiz bir qadın ədəbiyyatçı və yazıcının olması ümid və şadlıq doludur. Sizə şəxsi və peşəkar həyatınızda bol şanslar arzu edirəm. Çox təşəkkür edirəm. Türkan xanım, bunu artırım ki, mən lider deyirəm. Mən sadəcə, yəni heç kəsə liderlik eləməyə nə qəsdim var, nə də o liderlik qabiliyyətim var. Mən sadəcə ədəbiyyat ilə yaşayıram və həyatımın böyük hissəsini ədəbiyyata sərf eləyirəm. Və bundan zövq alıram. Həyatım ədəbiyyata düyünlənibdir. Mən də bu müsahibə üçün siz və Ətək Yazı əməkdaşlarına təşəkkürlərimi bildirirəm. Çox sağ olun.